Hörmətli tamaşaçılar, 1982-ci ildəyik. Hazırda bizim həmsöhbətimiz o qədər bizə yaxındır. Onun yaradıcılığına o qədər sevirik ki, xüsusi təqdimata ehtiyac yoxdur. Düzü hər zaman da geniş təqdimat eləyəndə sonra mənə danlayır ki, Emil, belə gərək deməyəm. Ona görə sadəcə deyəcəyim ki, Eldar Mansurov bizim qonağımızdır. Xoş gördük Eldar müəllim. Təşəkkür edirik gəldiyinizə görə. Minnətdarıq. Bugün biz 1982-ci ilə, 80-ci illərə səyahət edirik Eldar müəllim. Həmin illər sizin üçün nə ilə yadda qalıb? İndi biz bunu biləcəyik. Mənim o vaxtı 5 yaşım vardı, o qədər də güclü yadımda qalmayıb. Amma siz kimlərlə çalışmışsınız Eldar müəllim? İndinin özündə də həmin insanlar o şöhrəti saxlayırlar. 80-ci illər deyərdim ki, orada gözəl illər idi mənim üçün. Yəni ki, mən konservatoriyanı 79-cu ildə bitirdim və 79-dan gəldim Azərbaycan Televiziya və Radio şirkətində başladım işləməyə, radioda işləyirdim. Deməli, sonra bəli oldu ki, 81-ci ildə mən keçdim səs yazma evində işləməyə. Və səs yazma evində işləməyə başlayandan mən başladım deməli, radio və televiziyanın musiqi kollektivləri ilə çalışmağa və həm bu kollektivlərin lent yazıları, o vaxt lent yazılırdı. Müğənnilər gəlirdilər, gedirdilər. Əvvəllər, yəni ki, 60-cı illərdə televiziyada gördüyüm uşaq idim mən. Onları televiziyada görmüşdüm. Sonra belə oldu ki, mən bu adamlar bəzən bizim evə gəlib gedirdilər atamın yanına. Onu da görmüşəm onları və sonra əyani olaraq mən bunları həmin bu studiyada görməyə başladım. Yəni ki, mənim səs yazma evində səs rejissor kimi fəaliyyəti 1982-ci ildən başladı. Qızı gələndə bizdə belə bir şey vardı, deməli, o saat musiqiyə göndərmirdilər musiqini yazmağa lentə. Göndərirdilər aktyorların seslərində yazmağı. Yəni ki, mənim yadıma ki, Həsən Əbulucla, Əminə Yusuf qızı ilə, yəni digər aktyorlarla da, yəni ki, Səməndər Rızayevdə, bunların da məsələn səslərini yazırdı. Radioda çünki müxtəlif verilişlər gedirdi. Məsələn, o verilişləri, məsələn, səs yazısı bizim studiyada keçirilirdi, yazdırdı lentə. Belə kollektivlərin hamısını demək var yazmışam və onlardan başqa solistləri də yazmışam. Solistlər kimlər idi? Bizim çox tanınmış müğənnilərimiz Flora Kərimova idi, Yalçın Rızazadə, Mirzə Babayev, sonra Elnurə Rəhimova. Yəni mən bu doğrudan böyük sənətkarlarla işləmişəm və onlardan mən çox şey öyrəndim. Yəni ki, bunların hamısını görə gəlmişik. Amma 82-ci ilin nəyi deyərdim ki, mənim daha çox yadımdadır. Məxsusən yeni il üçün mahnılar sifariş olunurdu. Bəstəkarlar da yazırdı, şairlər də yazırdı sözləri, müğənnilər hər biri. Müğənnilərin də əksəriyyəti radio, televiziyanın solistləri idilər. Elxanla məsələn işlədik biz o vaxtı. Elxanla daha çox mahnı yazdım mən həmin ili, 82-ci ildə. Nəsə, həm Taytuşu deyib o ilə də yaxşı dostluğumuz tutdu bizim. Elxanla mənim müxtəlif üslublarda mahnılarım var. Hətta romanslar da yazmışam, oxuyub o. Belə oldu ki, Ruhəngizlə də işləyirdi. Bir xeyli mahnılar vermişəm, o da oxuyub. İllərə düşdü mahnısı. İllərə düşdü mahnısının sözləri Dəmir Gədəbeylinindir. Dəmir Gədəbeyli o vaxtı mən deyərdim ki, sözlərdən mahnı yazdığım birinci mahnım Dəmir Gədəbeyli olub. Siz buna xüsusi diqqət yetirirsiniz, belə. Məni populyar edən onlar olublar. Çünki mahnılarımı çox gözəl ifa ediblər. Çünki mən onlara qəşəng ifalarına görə hamısına minnətdaram, yəni baş əyirim hamısının qabağında. Çünki hər adam mahnı oxuya bilmir. Elə bir ifaçı var ki, məsələn, onun duzu var. Musiqiçilər arasında belə bir sözlə. Bir də var duzsuz ifaçılar, yəni oxuyur, yapışığı yoxdur. Yoxdur. Amma bu mən həmişə, mən baxdım, götürüb orada ki, mən kimə ki mahnıları vermişəm, oxuyublar. Hamısı deyək ki, belə də yapışıqlı, sevimli müğənnilər olublar. Bax, bu cürə ilə. Eldar müəllim, o qədər maraqlı həmsöhbətsiz, sizlə ünsiyyətdən insan doymur. Amma əgər bu veriliş, bu söhbət bitirsə, deməli, yenidən sizdən görüşəcəyik. Çox sağ olun ki, həmin illərə biz birlikdə qayıtdıq sizinlə. Söhbətimiz əsnasında maraqlı məqamları şəxsən mən özüm üçün əxs elədim, bilmədik mi? Elə əminəm, eynən də tamaşaçılar. İnşallah görək də, gələcək verilişlərdə lazım olsa. Çünki mən belə açıqda doğrudan çox maraqlı bir mənim özüm üçün həyat sürmüşəm. Yəni ki, bu hər il nə iləsə bağlı olur. O şeylər də hər biri yadımdadır mənim.
Yəni hər hansı bir ildə, yəni gələcəkdə dəvət eləsəz, gəlib danışaram o illər barədə. Böyük məmnuniyyət Eldar müəllim. Biz tarixi varaqladıqda, həmin zamana döndükdə müasir dövrə də gələcək. Müasir zamandan söhbət açıqda. Eldar müəllimin bugün elə bəstələri var ki, dünyada şöhrət tapıb və onlar məhz Azərbaycan bəstəkarı Eldar Mansurovun adı ilə bağlıdır. Çox sağ olun Eldar müəllim, xoş oldum. Sizə möhkəm can sağlığı arzu edirik və yaradıcı uğurlar. Sağ olun.